Gürcüstan parlamenti ali təhsil haqqında qanuna təklif olunan dəyişiklikləri sonuncu üçüncü oxunuşda qəbul edib. Dəyişikliklərə əsasən universitet sistemində bəzi ixtisaslar istisna olmaqla bakalavr təhsilinin müddəti 3, magistr təhsilinin müddəti isə 1 il olacaq. Akademik ali təhsil çərçivəsində bakalavr səviyyəsində təhsil proqramı ən azı 180, magistr pilləsində isə ən azı 60 kredit təşkil edəcək. Əsas düzəlişlərdən biri də ali təhsil sistemində qrant modelinin ləğvi ilə bağlıdır. Bundan sonra Gürcüstan vətəndaşları dövlət ali məktəblərində həm bakalavr, həm də magistr pilləsində tam ödənişsiz şəkildə təhsil alacaqlar. Lakin fakültələr üzrə kvotalar tətbiq ediləcək. Bununla da 2026-cı ildən etibarən Gürcüstanın ali məktəblərində bütün tələbələrin təhsili dövlət tərəfindən tam şəkildə maliyyələşdiriləcək. Başqa sözlə bu o deməkdir ki, dövlət ali məktəblərində təhsil tam pulsuz olacaq. Bundan əlavə, doktoranturaya qəbul üçün hazırlıq məqsədi ilə əlavə 1 il ayrılacaq. Qeyd edək ki, qanuna dəyişikliklər hökumətin təşəbbüsü əsasında hazırlanıb. Səsvermə zamanı 79 deputat qanunun lehinə, 9 isə əleyhinə səs verib. Hazırda Gürcüstan universitetlərində bakalavr pilləsi üzrə təhsilin müddəti 4, magistr pilləsi üzrə isə 2 il təşkil edir. Amma hökumət həm dövlət, həm də özəl ali məktəblərdə oxuyan tələbələrlə bağlı əvvəlki maliyyələşdirmə mexanizminin tətbiqinə davam edəcək. Lakin əsas diqqət dövlət ali məktəblərinin gücləndirilməsinə yönəldirib. Növbəti tədris ilində özəl ali məktəblərə yeni daxil olan tələbələr üçün dövlət tərəfindən qrant ayrılmayacaq. Bununla belə, artıq özəl ali məktəblərdə təhsil alan 2-ci, 3-cü, 4-cü kurs tələbələri, həmçinin magistraturaya qəbul olunanlar əvvəlki qaydada dövlət maliyyə dəstəyindən yararlanmağa davam edəcəklər. Əcnəbi tələbələrlə bağlı yeni qaydalar da tətbiq olunacaq. 2026-cı ildən etibarən dövlət universitetlərinə əcnəbi tələbələrin qəbulu məhdudiyyətlərlə həyata keçiriləcək. Bu məhdudiyyət yalnız xüsusi hallara şamil olunmayacaq. Məsələn, universitetlərin ikitərəfli razılaşmalar, beynəlxalq mübadilə proqramları və xüsusi layihələr çərçivəsində qəbul etdiyi əcnəbi tələbələrə icazə veriləcək. Gürcüstanda təhsil almaq istəyən əcnəbi vətəndaşlar sərbəst şəkildə özəl ali məktəblərə daxil ola biləcəklər. Hazırda ölkədə fəaliyyət göstərən 64 ali təhsil müəssisəsindən 19-u dövlət, 45-i isə özəldir.